müəllimi yayın bizim izləyicilər görməyib. Şahmar müəllim biz arxa fondan praktikada olan tələbələrimizə öz dəstəyini göstərir. Öz peşəkarlığı ilə, öz bu aşpazlıq olan biliklərin tələbələrinə bölüşür. Bunun üçün sizə öncədən təşəkkürümüzü bildiririk. Nə sual vermək istəyərdim? Bugün tələbələrdə nə çətinliyi var? Nədir? Məsələn, praktikaya gələn də var, getmək istəyən tələbəmiz var, getmək istəməyən də var. Bu realdır. Yəni, mən ən çox bu videonu çəkmək istəyirəm ki, tələbələr, siz praktikaya daha üstün durun. Hər bir şeyin kökü praktikadır, onu demək istəyirəm. Burada həvəsləndirmək istəyirəm bütün tələbələrə ki, yəni praktikaya, yəni iş bizatına adamlar gəlir yanmaq ki, Cağdurlan müəllim, mən deyir, maliyar işləyirəm, amma maliyarlıqda özümü tapmıram, aşpaz olmaq istəyirəm. Amma mən işimdən də olmaq istəmirəm. Gəlim sən yanına həftə 2 gün, mən də onu başa salım 2 gün gələyim yox. İlk 2 aydır. 2 aydan sonra sən artıq praktikaya üst tut. O praktikaya üst tutmaq üçün deyək ki, çörəyindən olsun, yəni praktikaya üst tutsun. Bunun üçün bir iki cümlə etmək istəyirəm. Belə deyim də, biz tələbələrlə uzun işləyirik. Bilirəm. Tələbələr olur ki, hansı ki, çalışırsan, həvəs olsun. Əsas, yenə deyirəm, bu tələbələrdə həvəsdir. Yəni, onun həvəsi varsa, biraz pisi necə, biraz boş bırakır. Yəni, sıxmaq lazımdır. Tələbəni sıxmaq lazımdır. Tələbəni sıxdınsa, o üzə çəkinəcək. Əlini də elə atır. Ona görə də gərək ondan biraz mehriban davranasın ki, yəni, öyrəcəksin. Birinci kollektivi öyrəcəksin. Ondan sonra özü asla hər şey yavaş-yavaş. Ondan sonra özü tələblərimi də, əlbəttə tələbləri də qoysan, hər bir şeyə riayət edir. Həmişə adi şeflərin bir çoxusu mənə zəng edir. Yaxşı tələbə oldu göndərirəm, yaxşı tələbə yox da. Biz oranı yaxşı ab-havayı yaradaq, yaxşı tələbə özü gələcək. Ümumiyyətlə, mən həmişə demişəm, bu restoran sistemi bir balaca körpə uşaq. Bunu başdan necə böyüdürsə elə. Ona görə də tələbəni də gərək etap elə böyüdəsən ki, gələcəkdə kiminsə yanına gedəndə də ödəsin ki, əksin. Yəni, bunu ödədəndən sağ olsun. Neçə ilə aşpazsınız? Mən 28-29. Allah bundan sonra ömrünüzdə də xoş işləmək nəsib etsin sizə. Çox sağ olun. Bərəkətli olsun işinizdə. Bugün aşpazlara da demək istəyirəm, gənc tələbələr ki, yoxsun deyə həmişə soruşurlar, mən gedirəm aşpazlığa, yaxşı, üçün getdim, 1 ay, 2 ay, 3 ay. Sonra əmək haqqım nə qədər olacaq? O sağlı bir fikirlənmək istəyərdim. Belə deyil də, mən həmişə çalışmışam ki, yəni insan da uşaq evindən çıxıb gəlirsə, yəni ən azından praktikada nəysə bir, necə deyil, bir premiya ilə onu sevir. Servis haqqı. Onun özü, onun üçün motivasiya. Motivasiya, öyrəti. Yəni o həvəslənir. Ona görə də etap. Bir aydan sonra yəni ən azından bir cüzü olaraq 250-300 manat maaş ayrılmalısınız. Oradan dalı gəlsin. Əlbəttə dalı gəlsin. İllər keçdikcə bunu eləmək lazım. Maaş alacaq və bundan sonra da mənə gəlir. Vakansiyalar günü-gündən artır, günü-gündən də olasın. Təşəkkürlər. Sağ olun. Sağ olun. Sağ olun. Bir daha şəkildə